düşünürəm ki, çox şanslıyıq ki, həm də satirik mətbuatımız var. Xüsusilə misal üçün Molla Nəsrəddindən tanışıq, Zənburla, Kirpi jurnalı ilə tanışıq. Həmin dövrdə Molla Nəsrəddin jurnalında çıxan məqalələr çox sərt şəkildə cəmiyyət tərəfindən tənqid olunurdu və qərəzli yanaşma var idi. Digər bir tərəfdən eyni zamanda Molla Nəsrəddinçilər də çox sərt şəkildə əslində cəmiyyəti tənqid edirdilər. Sizcə belə bir avam mühitdə, cəmiyyətin avam olduğu bir məqamda bu qədər sərt tənqidlə tərəqqiyə nail olmaq olardı? Təbii idi onların cəmiyyətdəki eybəcərlikləri sərt tənqid eləməyi. Amma o cəmiyyətin ona münasibəti də sərt olmağı təbii idi. Onun tutaq ki, Mirzə Cəlilin öldürülməsi haqqında fitva verənlər, yaxud ona hansısa formada etiraz edənlər, şikayət yazanlar da qınamalı deyildi. Çünki cəmiyyət o gündə idi. Yəni mətbuat, yazı pozu, elm qəbul olunmurdu.